gözəl insanlarla bir yerdə olmaq, ikinci mahnıda, birincidə, ikincidə ömrümüz uzadır və həm də deyir ki, sənət budur, bax. Əli müəllim, bax, ruhumuzu oxşadı. Doğrudan da bir mənalı şəkildə ruhumuzu oxşadı və inanıram ki, belə də davam eləyəcək. Ağlı olan axıra qədər baxar və bu həzzi, bu ləzzəti bir də Allah bilir nə vaxt alacaqlar, bir də nə vaxt. Sabir müəllim çox düzgün dedi. Mən arzu elərdim ki, çox tez-tez bu dəyərli sənətkarlarımızın səsini eşidək və tanıyaq. Bunları tanıyır, ölkə tanıyır, ancaq yeni nəsil bilmir. Mən də cavanımda, mən də yeni nəsil hesab edirəm özümü. Ona görə də mən arzu edirəm ki, tez-tez eşidək. Anar bəy, bizdə Doktor Seyfəddin klinikasında hər zaman deyildiyi kimi müalicə təbii üsullarlandır. Təbii ki, Allah min dərdin, min bir dərmanını təbiətdə verib. Onların da birincisi arıdır. Arı zəhəri 45%-dən artıq öyrənilməyib. Arı zəhəri öyrəniləndə insanların xəstəliyi olmayacaq. Allahın insana verdiyi mükəmməl bir məlhəm arı zəhəridir. Sonra arı məhsullardır. Arı zəhəri ilan zəhərindən 30 dəfə güclüdür. Bir arı zəhəri, niyə arı zəhəri hər dəfə öldürmür, ilan zəhəri öldürür? İlan zəhərinin miqdarı çox olur. Arı zəhəri gözlə seziləcək dərəcədədir. Bəlkə də biraz da azdır. Ancaq insanları, bax, mən özüm bu sahəyə gəlməyi, mən Azərbaycan Dövlət Universitetini qurtarmışam. Mənim bu sahəyə gəlişim, təbii sularla müalicəyə gəlişim mənim gəncliyimdən revmatizm xəstəliyinə yoluxmağım olur. Və revmatizm mənim gəncliyim əlimdən alıb. Vəziyyət çəkmişəm. Ta mən arıyı axtarıb tapana qədər. Təbii ki, orada təsadüflər də rol oynayıb. Və mən müalicə olunandan sonra tamam başqa bir ideya üçün arını almışdım, təmiz bal üçün, nə üçün. Davrana bilmirdim, arı sancırdı, mən qaçırdım, qonşular, evdəkilər gülürdülər, arı hər gün yalan çıxmasın, bir vedrə tərk edirdi. Sınaqdan keçirirdiniz, nərdəsə bunu? Yox, keçirmirdim, təsadüf idi. Bilmirdim arının dilini. Çobud davranırdım, vururdular, dalımdan düşürdülər. Bir də yazda gördüm ki, bir kişi Türkiyədən göstərir, bax, Grosun deyirlər, çılpaq bədənində 10 minlərlə arı və orada da yazırlar ki, revmatizm müalicə olunur. Durdum, mən yaxşı şıdırıq oynadım. Evdə dedilər, dəlim oldun, dedim, yox, ağıllı oldum, mən sağaldım. Dedilər, niyə? Dedim, mən bu qış, o vaxt qardaşlarım bilirlər, bilmədən. Bilirlər, Maxir Şarfın dövrüydü, Norka Papağın dövrüydü, qalın paltarlar, İngilis paltosu vardı. İndi, ay qardaş, mən bu qış geyməmişəm, mən hiss eləməmişəm. Başa düşdüm ki, mən sağaldım. Ondan sonra dedim, ey kardiyologiya, ey müasir tip, sənə sağ ol deyirəm, mən axtarıb tapacam bunu. Və axtardım, getdim Çinə, Yaponiyaya, Hindistana, Amerikaya, Avropaya, Türkiyə, Rusiya, Ukraynaya, Tayland, Malaziya, Kipir, axtardım, yığdım, gətirdim. Və çox şükürlər olsun ki, bugün dünyada yeganə bizim klinikamızda arı, zəli, qurbağa, hicama, iynə batırma, təbii məcunlar, məlhəmlər, bitkilərlə yekun bir yerdədir və dediyiniz kimi də baş ağrısı, miqrenin müalicəsi hələlik bizdədir. Çünki onun dünyada iynə dərmanla müalicəsi yoxdur. Biz də minlərlə insanı baş ağrısından azad edirik. Azərbaycanda 2 milyon 200 min adamın baş ağrısı var, miqreni var. Dünyada 1 milyar 800 milyon adamın baş ağrısı var, miqreni var. Təbii ki, qadınlarda daha çox olur. Bu baş balaca soyuq dəydi, külək vurdu, ac qaldı, əsəb oldu, yuxusuz qaldı. Görürsən ki, ağrı başlayır, bir tərəfdən gəlir, vurur, biraz qalır. Zəif olanda yox, güclü olanda ürək bulanma verir, qusma verir. Deyir, az qalır, gözüm çıxsın, ürək burada vurur və yaxud alın nahiyəmdə ağrı olur və yaxud da ki, boyun nahiyəsində olur. Bəzən nəfəs tutulur. Ən çox da qadınlarda bu menstrual sikl önündə baş verir.